Səfəvi şahı 2-ci Abbasın hakimiyyət dövrünə aiddir. 2-ci Abbas 1642-1666-cı illərdə hakimiyyətdə olmuşdur. Ədalət divanının fəaliyyət göstərməsi 2-ci Abbasın vaxtında var idi. Biri götürürük, bir olmayan variantları da ixtisar edirik. Rəiyyətin xəzinəyə ödədiyi vergilərin ləğv edilməsi xeyr, belə bir şey eləməyibdir. O borcları ləğv eləmişdi. İkini ixtisar eləyək. Osmanlı dövlətinə qarşı Avropa dövlətləri ilə müttəfiqliyin olması xeyr. Ümumiyyətlə, Səfəvi dövlətli bu tipli bir siyasət maksimum dərəcədə yeritməmişdir. 4 nömrəyə baxırıq. Dövlətin şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi. Bəli, burada Rusiya ilə bağlı bir münaqişə olmuşdu və 2-ci Abbasın vaxtında bu münaqişə uğurla həll olunmuşdu. Ona görə də cavabımız bu sualda 1 və 4 olacaqdır. Digər variantı da ixtisar edirik.